Rəqsanə İbrahimzadə detalları bölüşəcək. Rəqsanə, buyur, söz səndədir. Salam Çınarə, sabahınız xeyir olsun. Sizin də vurguladığınız kimi bir neçə gün öncə biz də bununla bağlı xəbər təqdim etmişdik ki, Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən üzü Həmdəm Ağayev küçəsinə qədər olan hissədə xüsusi hərəkət zolağı yaradılıb və artıq bir neçə gündür ki, demək olar ki, sosial medianın əsas gündəmini zəbt edib bu məsələ və sürücülər bu addımın yolda əlavə tıxaca səbəb olduğunu qeyd edirlər və hətta iddia edənlər var ki, bu xüsusi hərəkət zolağının avtobuslar demək olar ki, bütün bu suallara, narazılıqlara cavabı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovdan alacağıq. Xoş gördük Tural bəy. Buyurun, deyilənlərə cavabı sizdən eşidək. Xoş gördük, hər kəsə salamlayıram. Bəli, artıq qeyd edək ki, ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan xüsusi hərəkət zolağının AYNA tərəfindən həm təşkili, həm də əlaqələndirilməsi davam etdirilir. Mən xüsusilə qeyd etmək istərdim ki, artıq Moskva prospektində Biləcəri enişi adlanan ərazidən Həmdəm Ağayev küçəsinə kimi olan hissəsində xüsusi hərəkət zolağı tərəfimizdən təşkil olundu və bundan öncə Bakı-Sumqayıt şosesində mövcud olan zolaqla əlaqələndirilmə təmin edildi. Belə ki, mən qeyd edim ki, bu sahədə, məhz bu ərazidən gün ərzində 960 dəfə avtobus keçir. Beləliklə, gün ərzində 9 müxtəlif marşrut bu ərazidən keçir ki, 90 mindən çox ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınması həyata keçirilir. Xüsusilə qeyd etmək istərdim ki, 20 yanvar dairəsindən Şamaxink adlanan əraziyə kimi xüsusi hərəkət zolağı var idi və nəqliyyat vasitələri, ictimai nəqliyyat vasitələri rahat şəkildə sərnişinlərini daşıyırdı. Digər ərazidə isə və hazırda olduğumuz ərazidə də xüsusi hərəkət zolağı yox idi və beləliklə əsasən günün pik saatlarında ictimai nəqliyyat vasitələri ciddi sıxlıqla rastlaşırdı. Beləliklə həm interval pozuntuları olurdu, həm avtobuslar ləngiməli müşahidə olunurdu və beləliklə sərnişinlərin haqlı narazılıqları da var idi. Bütün bunları nəzərə alaraq Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhz bu ərazidə xüsusi hərəkət zolağı təşkil olundu və bunun əyani sübutudur ki, biz artıq bir müddət buradayıq və ictimai nəqliyyat vasitələri rahat şəkildə yanımızdan keçirlər və sıxlıq hallarına rastlaşmırlar, rahat şəkildə öz sərnişinlərini daşıyırlar. Qeyd edim ki, günün əsasən pik saatlarında məhz bu ərazidə ictimai nəqliyyat vasitələri bu kəsiyi 15 dəqiqə ərzində qət edirlərsə, hazırda bu müddət 4 dəqiqə enib. Beləliklə, ictimai nəqliyyat vasitələrinin orta sürəti 3 dəfə artıb. Beləliklə, A nöqtəsindən B nöqtəyə sərnişinlər daha rahat, maneəsiz şəkildə daşınırlar. Bu da əlbəttə ki, son dayanacağa daha tez çatma imkanı yaradır bizə. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları bizlə paylaşdığınız üçün. Biz elə AYR24 olaraq məsələyə obyektiv şəkildə yanaşdıq. Həm qarşı tərəfin fikirlərini öyrənmiş olduq. Eyni zamanda elə cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin də fikirlərini təqdim etdik. Günün pik saatlarında bu yolda tıxac olur, düzdür. Amma digər, xüsusi hərəkət zolağı çəkilməmişdən öncə də vəziyyət bu cür idi və indi insanların daha çox ictimai nəqliyyat vasitələrinin istifadə etdiyini nəzərə alsaq, bu yol vasitəsilə onların da hərəkət müddəti daha da qısalmış oldu. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Rəqsanə, gəl bu məsələdə razılaşmayım səninlə. Əvvəllər də düzdür o yolda tıxac olurdu, amma bu zolaq çəkiləndən sonra daha ciddi tıxacların şahidi oluruq. Onsuz da Bakı-Sumqayıt yolunda vəziyyət qənaətbəxş deyildi. Təbii ki, ictimai nəqliyyatı da düşünmək lazımdır, amma o yolda çıxış yolu buydu mu? Bu böyük bir sual olaraq qalır. Vətəndaşların da müəyyən narazılıqları var ki, həmin o narazılıqları da ifadə etdik. Sənə də təşəkkürümü bildirirəm. Qurumun da məlumatını çatdırdığına görə vəziyyət ən azından daha çətin formaya gəlib. Amma qurum da deyir ki, biz ictimai nəqliyyatın vəziyyətini yaxşılaşdırmağa çalışırıq. Oradan avtobuslar tez-tez keçir. Yəni, vətəndaşların iddia etdiyi qədər az keçmir. Yəni, zamanla bu istiqamətdə hansısa bir addım atılmalıdır. Onsuz da Bakı-Sumqayıt yolunda səhər saatlarında Bakıya doğru gələrkən, axşam saatlarında isə üzü digər istiqamətə gedərkən tıxaclar müşahidə olunur və bu ölkənin, hətta deyərdim ki, əgər yollarından danışırıqsa, əsas problemlərindən biridir.